17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhəddində güya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla Azərbaycan ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə video görüntülər yayılıb. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Faktla əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi başlanılıb. Aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış video kadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib. Müəyyənləşdirilib ki, Azərbaycan Respublikasının vətəndaşı 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhmanoğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayon ərazisində Azərbaycan Respublikasının silahlı qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin video çəkilişini aparmış və qanunla yayılması qadağan olunan bu video materialı 15 mart 2025-ci ildə özünün TikTok sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bundan sonra həmin video görüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid video kadrlar əlavə edilməklə həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin isnad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub. Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub. Həmin video görüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb. DTX bir daha bildirir ki, Azərbaycan ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı video kadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcək.